5-də deyir, nümunə haqqında verilmiş fikirlərdən biri yanlışdır. Baxaq, deyir, eyvandakı dibçək çiçəkləri küçədən keçənlərin diqqətini cəlb edirdi. Burada biz morfoloji təhlil görürük, yəni hər sözə aid bir fikir görürük. Hətta yox, baxın, biz sintaktik təhlildə görürük, yəni mövzuarası əlaqəyə həsr olunmuş bir testdir. Deyir ki, həm ismi, həm də feili birləşmələr işlənmişdir. Gəlin baxaq. Eyvandakı dibçək bizim ismi birləşməmizdir. Küçədən keçənlər isə bizim feili birləşməmizdir. Yəni doğru fikirdir. Biz burada həm ismi, həm də feili birləşmə gördük. Deyir, sintaktik əlaqənin yalnız bir növündən istifadə edilmişdir. Sintaktik əlaqənin deməli iki növ var bilirik. Bir tabelik əlaqəsi, bir də tabesizlik əlaqəsi. Biz burada yalnız tabelik əlaqəsi görürük. Tabesizlik əlaqəsi görmürük. Çünki hər hansı bir sadalanmamız yoxdur, həmcins üzümüz yoxdur. Eyni zamanda bu nə tabeli, nə də tabesiz mürəkkəb cümlədir. Bəli, yalnız sintaktik əlaqənin bir növünü gördük, tabeliyi gördük. O da elə mübtəda ilə xəbər arasında olan əlaqəmiz. Yetərdir ki, biz deyək ki, burada tabelik əlaqəsi var. Yazılışı və deyilişi fərqlənən 4 söz var. Gəlin baxaq. Eyvandakı necə yazırıq, o cürdə tələffüz edirik. Dibçək olacaq. Çünki özündən sonra gələn söz samitlə başlayır. Fərqlənən bir sözümüz çiçəkləri olacaq. Çünki son 2 samitlə bitən sözə samitlə başlayan şəkil əlavə olunub. Küçədən necə yazırıq, o cürdə tələffüz olunacaq. Fərq yoxdur. Keçənlərin, baxın buradakı l-nı biz n kimi tələffüz edəcəyik. Diqqətini, qının biri k-ya çevriləcək. Cəlb edirdi. Bu da necə yazırsa o cür tələffüz olunur. Yəni 4 sözümüz deyiliş və yazış arasında fərq yaratmış oldu. Bu da doğru fikirdir. Mənə yanlışı lazımını götürmürəm. İndi baxıram D variantına. D-də deyir ki, 4 müxtəlif halda olan isimlər yer almışdır. Gəlin birinci isimlərimizdə bax. Eyvandakını çıxırıq sifətdir. Dibçək qalacaq, çiçəkləri qalacaq, küçədən qalacaq, keçənlərin feili çıxıran, diqqətin cəlb və prozorji birləşmədir, baxmırıq. Eləmi? Deməli, dibçəyin çiçəklərdir. Dibçək yəlik haldadır, çiçəkləri adlıq haldadır, küçədən çıxışlıq haldadır. Deməli, 3 müxtəlif halda olan isim yer almışdır. Doğru cavab olacaq D variantı. Y-də deyir ki, mübtədə və xəbər quruluşuna görə eynidir. Diqqət yetirsək, deməli, küçədən keçənlərin diqqətini cəlb edirdi. Bu, əlbəttə ki, olacaq bizim deməli, mürəkkəb xəbərimiz. Nə? Dibçək çiçəkləri, bu da olacaq bizim mürəkkəb mübtədamız. Həm xəbərimiz, həm də mübtədamız mürəkkəbdir. Ona görə də ikisinin də quruluşu eynidir. Bu da doğru fikirdir. Yanlış fikrim olacaq D variantı. Baxıram 6-ya, deyir, hansı cümlədə nöqtələrin yerinə bu əvəzliyə əlavə olunsa, vergüldən də istifadə edilir. İndi bu bizim əsas məqsədimizdir. İstifadə edə bilmərəm. Niyə? Budan sonra bizim gələr, əvəzlik gələr. Baxmayaraq ki, bu ismi əvəz eləmiş olar. Özündən sonra əvəzlik gəldiyinə görə mən vergül işarəsi qoya bilmərəm. Yarışın növbəti günündə bu da mübarizəyə qoşulacaq. Budan sonra köməkin hissəsi gəldi. Demək ki, mən vergül qoya bilmərəm. Dinlənən mahnını bu oxuyurdu. Budan sonra feil gəldi. Demək ki, mən vergül qoya bilmərəm. Sərnişinlər bu marşrut avtobuslarından razıdırlar. Hansı marşrut avtobuslarından bu, buradakı bu hansı salına cavab verdi? Sifəti əvəz eləmiş oldu. Demək ki, mən vergül qoya bilmərəm. Bakıda bu əvvəldə olub. Nə bu? Budan sonra gələn isə nədir? Zərfdir. Vergül qoymamda heç bir problem yoxdur. Doğru cavabım olacaq Y variantı. 7. Deyir, cədvəldə yol verilmiş səhvləri düzəltmək üçün qarşısında hansı rəqəmlər yazılmış fikirlərin yeri dəyişdirilməlidir? Bir qədər danışdı cümləsi və 5 kitab oxudum cümləsi. Deyir, neçə salına cavab verən söz var. Neçə danışdı deyə bilərikmi? Yox. Demək ki, biz birin yerini deyəsən dəyişdirəcəyik. Çünki burada neçə salına cavab verən söz yoxdur. Hərəkətin miqdarı bildirilir. Bəli, bir qədər sözü ilə danışmaq hərəkətinin miqdarı bildirilir. Yəni, 2 doğrudur, yerindədir. 2-yə dəyməyəcəm. 2 olanları çıxıram. 5 kitab oxudum. Nə qədər salına cavab verən söz var? Baxın, nə qədər salına cavab verən söz digər cümlədədir. Nə qədər danışdı? Burada isə neçə kitab oxudum. Yaxşımı? Deməli, bir nə üçün yerini dəyişməliyik. Əşyanın miqdarı bildirilir. Bəli, 5 kitaba aiddir və əşyanın miqdarını bildirir. İlk söz rəqəmlərdə yazıla bilər. Bəli, 5 sözünü biz burada rəqəmlə də yaza bilərik. Heç bir problem olmaz. Yəni, testimizin doğru cavabı olacaq C variantı. 8. Elə kitablar yenə də maraqla oxunur cümləsində altına xətt çəkilmiş sözlər üçün ortaq cəhətlərdir.
Baxaq. Hansı sualına cavab verir? Deməli, elə kitablar yenə də maraqlı oxunur. Elə hansı sualına cavab verə bilsə də maraqla necə sualına cavab verir? Demək ki, ortaq cəhət ola bilməz. Nə cür sualına cavab verə bilər? Nə cür kitablar? Elə kitablar nə cür oxunur? Maraqlı oxunur. Bəli. Mən hər iki sözə nə cür sualını verə bildim? Əlamət bildirir. Biz bunu doğru götürə bilərikmi dostlar? Xeyr, götürə bilmərik. Çünki əlamət bildirir deyəndə biz adətən sifətləri nəzərdə tuturuq. Elə əvəzlikdir, sifət əlamət bildirmir, əvəz eləyir. Maraqla isə hərəkətin tərzini bildirən sözdür. Demək ki, 3-ü çıxdıq. Sual əvəzi ilə əvəz oluna bilər. Necə kitablar? Necə oxunur? Bəli, hər ikisini mən sual əvəzi ilə əvəz eləyə bilərəm. Əvəzlikdir. Elə əvəzlik olsa da maraqla əvəzlik olmadığına görə testimin doğru cavabı ola bilməz. 2 və 4, yəni B variantı olacaq. Testimizin doğru cavabı. Baxıram 9-a, deyir, hansı cümlədə hərəkəti icra edən şəxsi bildirən şəkilçidən istifadə edilməyib? Yəni, elə bir şəkilçi istifadə edilməyib ki, mən həmin şəkilçinin köməyi ilə hərəkəti icra edən şəxsi bilim. Belə deyək də, yəni şəxs xəbəri şəkilçisini nəzərdə tutur, uzun sözün qısası, dolayı yolla getmişəm. Deyir, qərar verməkdə tərəfkeşlik etməyin, siz etməyin var burada şəxs xəbərli şəkilçisi. Qəzəbin atəşini səbirlə söndürməlisiniz, siz söndürməlisiniz var burada şəkilçi. Həyat tarlasına əhdiyini biçərsən, sən biçərsən var burada şəkilçimiz. Sonra qaliblərin yaraları tez sağalır. Baxın, biz burada zaman şəkilçisi görürük. Şəxs sonluğu görmürük. Cavabımız olacaq D variantı. Həmişə hər yerdə doğru danışaq. Burada isə yenə də şəxs xəbəri şəkilçisini görmüş oluruq. Cavabımız olacaq D variantı. Çünki biz D-də zaman gördük. Biz hərəkəti icra edən şəxsi bildirən şəkilçisini, yəni şəxs xəbəri şəkilçisini biz burada görmədik. Cavabımız